Salamlar. Bugün finala hazırlaşırıq seriyasının 3-cü bölümü ilə qarşınızdayım. Rufo 2019 final suallarını, aşağı yaş qrupu və yuxarı yaş qrupu suallarını, həllərini izah edəcəyik. Suallarla əgər özünüz tanış olmaq istəyirsinizsə, açıqlama bölümündə sualları götürüb özünüz də qabaqcadan işləyə bilərsiniz. Daha sonra videoya baxıb sualların həllini öyrənə bilərsiniz. Gəlin keçək həllərə. Həmçinin finala hazırlaşmaq istəyənlər üçün əlaqə nömrəmi qoyuram burada. 055 413 56 99. Əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz dərslərlə bağlı. Birinci sualla başlayaq. Altının 6-ya ölçülü lövhə verilibdir. Xanalarında müsbət baş əmsallı kvadrat üçədlər yerləşdirilmişdir. Yəni ax kvadrat, bx üstəgəl c-lər veribdir hər xanada və orada a-ların hamısı sıfırdan böyükdür. Deyir 108 dənə əmsal var və təkrarlanmamaq şərti ilə -60-47 aralığındakı tam ədədlərdir. Absda qoyulan versiyası -66-dır, amma sualın orijinal hissəsinə gedib axtarıb tapanda gördüm ki, əslində -60 olmalıdır. Çünki burada tam 108 dənə tam ədəd var. Deyir ki, 108 dənə də əmsal yaranır, çünki 36 dənə kvadratımız var, hər birində 3 dənə əmsal, 108 dənə əmsal yaranır. Deməli, bu tənliklərin hər birinin əmsalı ABC-dir. Cəmi 108 dənə fərqli olmaq şərti ilə deyir, göstərin ki, heç olmasa bir dənə sütun var, həmin sütundakı üçədlərin cəmi həllə, yəni kökə malikdir. Yəni, belə bir 6-nın 6-ya verilibsə, məsəl üçün, deyir, burada yaranan çox hədlərin cəmini yazaq məsələn burada 1, 2, 3, 4, 5, 6 dənə. Deyir, bu çox hədlilərdən ən az bir dənəsinin həlli, yəni kökü var. Gəlin həmin çox hədləri qeyd edək. Həmin çox hədlərin cəmi olsun. Məsəl üçün, həmin çox hədlər olsun a1x kvadrat, b1x üstəgəl c, a2x kvadrat, b2x üstəgəl c1, c2. Bu gedir ta neçəyə qədər? a6x kvadrat, b6x üstəgəl c6-ya qədər. Tamam. İndi gəlin əksini fərz edək. Deyir, heç olmasa bir dənəsinin kökü var. Mən fərz edirəm ki, bunların heç birinin kökü yoxdur. Yəni, əksini fərz edib ziddiyyət axtarmağa çalışacağam. Tənliklərin kökləri yoxdursa, o zaman b1-in kvadratı çıx 4, a1, c1 kiçikdir 0 olmalıdır. b2-nin kvadratı çıxılsın 4, a2, c2 kiçikdir 0 olmalıdır. Belə gedir b6-ya qədər hamısının kvadratları üçün bu şərt ödənməlidir. İndi mən ziddiyyət tapacağım ki, əslində bu hamısı birlikdə ödənə bilməz. Birinci gəlin danışaq A-lardan. A-lar müsbət ədədlərdir və bütün ABC-lərin cəmi bu bütün ədədlərin cəminə bərabərdir. Yəni, A 1-dən 6-ya qədər ədədlərin cəmi, bura i yazaq. Üstəgəl B 1-dən 6-ya qədər ədədlərin cəmi və C 1-dən 6-ya qədər ədədlərin cəmi nəyə bərabərdir? Bu aralıqdakı ədədlərin cəminə, yəni bütün ədədlərin cəmi, xanalardakı bütün ədədlərin cəmi -60-dan 47-yə qədər ədədlərin cəminə bərabərdir. Orada da 47-yə qədər olan ədədlər gedəcək, alınacaq -48, çıx -49, ta -60-a qədər ədədlər. Yəni, xanalardakı bütün ədədlərin cəmini tapanda alınacaq nə? Əmsalların cəmi olacaq. Burada 13 ədəd var. Ortalama cəmi -48 ilə -60 üçün eləyir 2-də 108, yəni 54. 54-ü də 13-ə vuranda 702 alınmalıdır. -702 bizim əmsallarımızın cəmidir. Və A-lar da müsbətdir dedik. Düzdür? Yəni A1, A2, A4, A5, A6-lar müsbət ədədlərdir. Bunu sağa keçirə bilərəm. Və mən belə bir məlumat alacağam. B1, B2, B6-ya qədər ədədlər. Üstə gəlinsin C1, C2, C6-ya qədər ədədlər bərabərdir. -702 çıxılsın A1, A2, 6-ya qədər ədədlərin cəmi. İndi mən burada məlumatı əslində B-lər haqqında axtarıram, ziddiyyəti oradan çıxaracağam. Deməli, biz sağ tərəfin ala biləcəyi ən balaca qiymət axtarırıq. A1, A2, A6 nədən böyükdür ki, bu ifadədə nədən kiçik olsun? Yəni, bu ifadənin maksimum qiymətini tapmaq istəyirik ki, B1 haqqında məlumat tapaq. Və A1, A2, A6
hər biri 6 dənə ədədin cəmidir. 6 dənə ədədin cəmidir, 6 dənə ədədin cəmidir. Çünki hər bir A1, A2, A6 bir sütundakı ədəd əmsalların cəmini işarə eləyir. Onda bu ədəd ən az neçə ola bilər? 1 üstəgəl 2 üstəgəl 36-ya qədər ədədlərin cəmi. Çünki A1, A2-lər hamısı nədir? Müsbət ədədlərdir. 36 dənə ədədin cəmi də 36 vur 37 bölü 2 666 eləməlidir. Və bu ifadə kiçik olacaq mənfi 1368-dən. Tamam. Bu mənə kifayətdir ki, yəni B-lərin cəmi 1368-dən, mənfi 1368-dən kiçikdir. Mən bunu işlədə bilərəm. İndi isbat edəcəm ki, bu informasiya sayəsində bu bərabərsizlik hamısı birdən doğru ola bilməz. Gəlin bu mənfiləri sağ tərəfə ataq və bərabərsizlikləri alt-alta toplayaq. Tamam. İndi əlimizdə belə bir bərabərsizlik var. Mən birinci göstərəcəm ki, sol tərəfdəki ifadə buna Tito tətbiq edə bilərik. Məsələn, əmsal məxrəclərə 1 yazsaq, 1 yazsaq, 1 yazsaq, buna Tito tətbiq eləsək, bu ifadə olacaq nədir? 6 bölünsün B1, B2, B6-nın cəminin kvadratından. Və bu ifadə haqqında biz məlumat almışdıq ki, B1, B2, B6-nın cəmi mənfi 1368-dən kiçikdir. Deməli, ən azından bunun ala biləcəyi ən balaca qiymət mənfi 1368-i yerinə qoysaq nə olur? 1368-in kvadratı ola bilər. O da bərabər olmur ha. Yəni bu ifadə böyük bərabərdir. Hətta böyükdür. 1368-in kvadratı bölünsün 6-dan. Bu da bərabərdir 228 vurulsun 1368-dən. Yəni sol tərəfdəki ifadə 228 vur 1368-dən böyükdür ciddi şəkildə. Sağ tərəf haqqında isə bizim bir məşhur bərabərsizlik var. AB, BC, AC. Kiçik bərabərdir 3-də A plus B plus C. Əslində bu bərabərsizlik nəinki 3 dənə hədd üçün, 4, 5, 6 hədd üçün A üstəgəl B üstəgəl C-nin kvadratı. Bu bərabərsizlik bütün həddlər üçün doğrudur. Yəni 6 dənə hədd olanda da doğrudur. Və mən bunu tətbiq eləsəm, sağ tərəfdə alınacaq neçə? Kiçikdir 3-də 4. Həmin üçün gətirəm bura. A1, A2, A6-ya qədər ədədlərin cəmi, bir də B1, C1, C2, C6-ya qədər ədədlərin cəmi. Burada neçə dənə ədəd var? Burada 72 dənə ədəd var. 72 dənə ədədin ala biləcəyi ən böyük qiymət axtarırıq. Ən böyük qiymət də nə olacaq? Bütün müsbət ədədlər üstə gəlinsin qalan mənfi ədədlər. Yəni bu olacaq kvadratı. Bu olacaq 3-də 4 vurulsun 1-dən 40-a qədər ədədlərin cəmi. Üstə gəlinsin 40 dənə ədəd işlədilib, indi 32-sini də işlətməliyik. Mənfi 1, mənfi 2, mənfi 3, ta mənfi 30-a qədər, 32-yə qədər ədədlərin cəmi. Və bu ədəd çox balacalaşır. Yəni bu ifadə dönüşür nəyə? 3-də 4 vurulsun. 32-dən sonra qalan ədədləri toplayırıq. 33, 34, 40-a qədər ədədlərin cəminin kvadratı. Bu ifadə bərabərdir. 3-də 4 vurulsun. Neçə? 40-la 33-ün yarısı. Daha burada neçə ədəd var? Burada 8 ədəd var deyəsən. 8 vurulsun 2-də 73-ə kvadratına. 2 ilə də 4 gedir. Burada qalır 4. 4 vur 73-ün kvadratı. Yəni 3-də 4 vurulsun 280 92-nin kvadratı. 4-də 3-ə vurduq. Və bu ifadə sağ tərəfdəki ifadə rahatlıqla hesablaya bilərsiniz ki, sol tərəfdəkindən kiçikdir. Yəni belə çıxdı ki, bir ziddiyyət var. Sol tərəfdəki ədəd sağ tərəfdəki ədəddən daha kiçik oldu. Bu da bizim ziddiyyətimizdir ki, A və C-lərin cəmi B-lərin cəminin kvadratından kiçikdir və bu da o deməkdir ki, bu 6 bərabərsizliyin 6-sı da eyni anda ödənə bilməz. Hərçənd ki, birinci sual üçün biraz çətin bir həlli olan sual idi. Bəlkə ola bilsin daha asan həlli var. Bizimlə bölüşə bilərsiniz. Gəlin keçək növbəti suala. Deməli, müsbət A ədədi verilibdir. Deyir, bu ədəd 2 dənə kvadratın tərsinin fərqi kimi yazıla bilir. Bəs deyir, elə bir 2A ədədi ola bilərmi ki, o da 2 dənə kvadratın tərsinin fərqi kimi yazıla bilsin?
Bəli, bu ədəd mümkündür. Biz sadəcə göstərəcəyik hardan gəlir. Gəlin həmin ədədlər olsun 1 bölünsün a kvadrat. Daha sonra 2-yə vurmuşuq da 2a-nı hesablamışıq deyək. 2a kvadrat çıxılsın 2b kvadrat bərabərdir başqa 2 kvadratın fərqinə. 1 çıxılsın c kvadrat çıxılsın 1 çıxılsın d kvadrat. Mən isbat edəcəm ki, belə ədədlər var. Prosta isbat eləməzdən qabaq sadəcə bizə lazımdır bunun həllini tapaq. Həllini tapmaqdan ötürü bir dənə rahatlıq edirik. Birinci BD götürürük. Bunun bir intuisiyası varmı? Xeyr. Sadəcə yoxlayırıq. Yoxlayırıq görən bunun həllini tapa bilərikmi? İstəsəz yerinə ədədlər qoyub da bu məsələnin cavabını tapa bilərsiniz. B-nin yerinə D qoyanda alınır və bu C-ni atıram sola, B-ni atıram sağa, alınır 2a kvadrat çıxılsın 1 bölü C kvadrat bərabərdir 1 bölünsün B kvadrat. Hər tərəfi məxrəcdən azad eləsəm, sağda alınacaq B kvadratda 2C kvadrat çıxılsın A kvadrat bərabərdir sağ tərəfdə A kvadrat C kvadrata. Yenə bir dənə də əvəz eləmək edirik. Onsuz da B ilə D A ilə C-dən asılı deyil. Və maraqlı bir şey görürük ki, əgər mən bu B-ni AC-lərlə ixtisar edə bilsəm, yəni məsələn B-ni AC-yə bərabər olacaq şəkildə götürsəm, görərsiniz ki, biz buradan 2C kvadrat çıxılsın A kvadrat bərabərdir 1 tənliyi alarıq. Və bu tənliyin həlli sonsuzdur. Çünki biz buna Pel tənliyi deyirik. Bir növ Pel tənliyidir. Çünki mənfi 1-ə vursanız Pel tənliyinə dönüşür. Pel tənliyi. Və Pel tənliyinin sonsuz sayda həlli var. Həmin həllərdən bir dənəsi mən sizə nümunə göstərim. 1-1 ödəyir, düzdür. Amma 1-1 xoşa gələn həll deyil. Çünki təkrar ədədlər yaranır, şərti ödəmirlər. Mənə daha maraqlı olan ədəd A bərabər 7 və C bərabərdir 5 həllidir. Bunu yerinə qoysaz, həqiqətən burada 50, burada 49 alınır, şərti ödəyir. Yerinə qoyaq görək bu tapdığımız ədədlər neymiş? Sol tərəfdəki ədədimiz oldu. 2, 1 bölünsün 7-nin kvadratı çıxılsın 1 bölünsün neçənin kvadratı? AC 7 vur 5, 35-in kvadratıdır. Bərabərdir 1 bölünsün C-nin kvadratı, yəni 1 bölünsün 5-in kvadratı çıxılsın 1 bölünsün D-nin kvadratı, yəni 1 bölünsün 35-in kvadratına. Və bu da bizim tənliyi ödəyir. Yəni həmin A, B, C, D ədədlərini tapdıq. Yəni məsələnin cavabı mümkündür. Keçək növbəti sualımıza. Bu sualın iki həllini göstərəcəm sizə. İki tərəf uzunluqları ABC olan hər hansı üçbucaq üçün bu bərabərsizliyin doğru olduğunu göstərin və P də yarım perimetrdir. Bu məsələnin üçbucağa çox da aidiyyəti yoxdur. Biz burada P-nin yerinə A plus B plus C bölü 2 yazsaq bu ifadə 9 bölünsün 4 A plus B plus C-yə dönüşər. Yəni ABC üçbucağın tərəfləridir söhbəti bizə çox da maraqlı deyil. Sadəcə burada bir yarım perimetrə əvəz elədik. İndi mən bu məsələnin ilk həllini öz yanaşmamla göstərəcəm. Mənim ilk yanaşmam bu məsələyə baxan kimi ağlıma gələn şey Tituya oxşuyur, amma tam Titu deyil. Əgər məxrəc surəti A kvadrata vursaq, soldakı ifadə dönüşür A kub bölünsün. A kvadrat bunun içinə keçəndə AB üstü gəl AC-nin kvadratına dönüşür. Bu arada çətin olan həldir. Və mən A kubu AB AC kvadratını görəndə Titu lemmasına oxşuyur, amma Titu lemmasının daha ümumiləşmiş forması radon bərabərsizliyinə gəlib çıxır. Bu radon bərabərsizliyi adlanır. Bəlkə başqa ədəbiyyatlarda başqa cür adlanır. Amma radon bərabərsizliyi bunun adıdır. Radon. Radon bərabərsizliyi deyir ki, P plus 1 qüvvətlərin cəmi, P məxrəclərin cəmi bu bərabərsizliyi ödəyir. Yəni məxrəclər toplanır. Məxrəclər toplanır, surətlər toplanır. Elə bir P plus 1 çıxır çölə. P də çölə çıxır, olur burada P. Onda gəlin bu bərabərsizliyi tətbiq edək. Necə? Zaten mənim qüvvətlərim A üstü 3-dür, aşağıdakı qüvvətlərim A üstü 2-dir. Bərabərsizliyi tətbiq edəndə bu ifadə böyük bərabər olacaq. A plus B plus C-nin kubu. Elə bir qüvvətlər bir dənə mörtəzə kənarına toplandı. Aşağıda isə alınacaq 2AB AC AC-nin kvadratı. 2-ni çıxardıram, alınır 4 AB BC AC-nin kvadratı. İndi sual. Görən bu bərabərsizlik böyükdürmü? 9 bölünsün 4 plus A plus B plus C. 4 vurulsun A plus B plus C-dən. İndi bu doğrudur deyilmi bilmirəm. 4-ləri ixtisar edə bilərəm. Sonra çarpaz vuraram görüm doğru olarmı?
A plus B plus C üstü 4 görən böyük bərabərdirmi? 9 AB BC AC'nin kvadratı alınar. Və bu hər tərəf kök altına alsam görən A plus B plus C kvadratı böyük bərabərdirmi? 3 AB BC AC alınar. Bu hissəsi məşhur bərabərsizlikdir. Yəni bunu əslində biz olimpiadalarda isbat eləmirik, lemma kimi istifadə edirik. Amma əgər isbat eləməyə qalsaq, hər tərəfi açıb islah eləyəndə bu olur A kvadrat B kvadrat C kvadrat böyük bərabərdir AB BC AC. Bu da bilinən bir bərabərsizlikdir. Yenə də isbata ehtiyac qalsa, hər tərəfi 2-yə vurub sağdakıları sola atsaq, sağ tərəfdə sigma 2-də 1 A çıxıq B-nin kvadratlarının cəmi qalar. Sadə bir şeydir deyə çox da uzadıb yazmıram. Sol tərəfdə kvadratların cəmi, sağ tərəfdə isə 0 alınar və bu bərabərsizlik doğru olar. Bərabərlik halı da görəcəyiniz kimi ABC-yə bərabər olduqda mümkündür. Yəni üçbucağımız bərabər tərəfli olduqda mümkündür. Bu birinci həldir. Bu mənim həllimdir radon bərabərsizliyi ilə. Sizə ikinci həlli də göstərim. İkinci həll daha da intuitivdir, daha yaxşı həldir. Çünki Cauchy-Schwarz bərabərsizliyini işlədəcəyik. Cauchy-Schwarz. Bunun üçün A plus B plus C-ni sol tərəfə atıram, vururam. Və solda alınan ifadə A bölünsün B üstü gəl C-nin kvadratları vurulsun A plus B plus C-dir. Və mən Cauchy-Schwarz bərabərsizliyi tətbiq eləsəm, məsələn, bu birinci A ilə bu ədədi vurub kök altına alacam. Böyük bərabərdir. Birinci A ilə bunu vurub kök altına alsam, A bölünsün B üstü gəl C alınacaq. Cauchy-Schwarz-a görə həmçinin B ilə də B bölünsün A plus C-nin kvadratını vurub kök altına alsam, B bölünsün A üstü gəl C-nin, C bölünsün A üstü gəl B-nin bir dənə də kvadratı alınar. Və biz ispat eləməliyik ki, görən bu bərabərsizlik doğrudurmu? Böyük bərabərdirmi? 9-da 4-dən. Çünki sağ tərəfdə ancaq 9 və 4 qalıb. Kvadratdan qurtulsanız, bu ifadə əslində dönüşür nisbit bərabərsizliyinə. A bölünsün B üstü gəl C böyük bərabərdirmi? 3 bölü 2-dən. Və biz buna nisbit bərabərsizliyi deyirik. İstəsəniz deyə bilərsiniz ki, bu nisbit bərabərsizliyidir və doğrudur. Əgər yox, sonuna qədər ispat eləmək istəsəniz, bunu tituya çevirə bilərsiniz. A kvadrat bölünsün AB üstü gəl AC. Daha sonra titul lemmasını tətbiq eləsək, yuxarıda alınacaq A plus B plus C-nin kvadratı. Kiçik məxrəcdə alınır 2 AB BC AC. Böyük bərabərdirmi 3 bölü 2. İkiləri ixtisar edirik. Bunu da sağa keçirəndə yenə axırda alınacaq A plus B plus C-nin kvadratı böyük bərabərdirmi 3 AB BC AC. Və biz bunun bayaqları isbatını göstərdik. Yəni sadə bir həlli də bu cürdür Cauchy-Schwarzla və yaxud da bayaq sizə göstərdiyim kimi radon bərabərsizliyi ilə də isbat eləyə bilərsiniz. Aşağı yaş qrupu üçün uyğun bir sualdır. Keçək növbəti sualımıza. İndi bu tənliyi həll eləməzdən qabaq biz burada məlumat tapacağıq x-9 haqqında. Bu tam kvadratdır. Bu tam kvadratdır. Böyük ehtimalla x-9 da tam kvadratdır. Onda mən x-9-un yerinə bir dənə a kvadrat deyə bilərəm. Onda x-in yerinə nə yazarıq? A kvadrat üstü gəl 9. Amma gəlin bu həlləri keçməzdən qabaq sizə mən 2 dənə kənar kökü deyim. Yəni x və ikisi bir-birindən asılı olmayacaq şəkildə 2 dənə kənar kökü var. Yəni trivial hal. x9 və x0 olduqda y bərabərdir 0 həllimiz var. 2 dənə həllimiz buradadır. Bunlar qıraqda qalsın. İndi fərz edirəm ki, x fərqlidir 0 və 9-dan. Daha sonra bu həllə baxıram. Dedim ki, bu tam kvadratdır. Bu tam kvadratdır. Deməli, bu tam kvadrat olmalıdır. Onda x bərabərdir a kvadrat üstü gəl 9-u əvəz edirəm. A kvadrat üstü gəl 9-un kvadratı vurulsun. A kvadrat bərabərdir y üstü 4. Dedik ki, a'lar artıq müsbətdir. Düzdür, y-in müsbət mənfi olduğunu bilmirik. Hələlik müsbət də olsa, mənfi də olsa həllər trivialdır. Müsbət də olsa, mənfi də olsa həllər əvəz ediləndə bir-birini ödəyəcəklər. Gəlin onda hər tərəf kök altına alaq və solda alınır. A vurulsun
a kvadrat üstü gəl 9 bərabərdir y kvadratına. İndi bu tənliyi həll eləmək əsas hissədir. İki ədədin hasilinin tam kvadrat olma halına baxacağıq. Əgər bunlar qarşılıqlı sadə olsalar, məsələmiz rahatlaşar. Və bunların qarşılıqlı sadə olduğu hala bu cür baxıram. Əgər 3a-nı bölmürsə, yəni a 3-ə bölünmürsə, o zaman mən deyirəm ki, a ilə a kvadrat üstü gəl 9 qarşılıqlı sadədir. Səbəbi, əgər Evklid alqoritmi tətbiq eləsəm, buradakı a kvadrat bu a ilə gedir, alınır bu ifadə a ilə 9-un əbobuna və a da 3-ə bölünmədiyi üçün bunların əbobu 1 olur. Belə çıxır ki, a ilə a kvadrat üstü gəl 9 qarşılıqlı sadədir, onda hər ikisi ayrı-ayrı tam kvadrat olmalıdır. Çünki əgər qarşılıqlı sadə ədədlərin hasili tam kvadratdırsa, həmin ədədlərin özləri də tam kvadrat olmalıdır. Onda belə çıxır ki, a kvadrat üstü gəl 9 hansısa bir b kvadrat olmalıdır. Buradan tapılar ki, b çıx a vurulsun, b üstü gəl a bərabərdir 9. Və bu tənliyin həlli 1 ilə 9 olanda mümkündür. 3 olanda mümkün deyil, çünki bu zaman a 0 olur. B də mənim axtardığım qiymət alınmır. A 0 olmadığı hala baxırıq biz dediyimiz kimi. Onda b çıxa 1, b üstü gəl a 9 halından taparıq ki, b 5 və a 4'dür. A 4 olanda x də bərabərdir 25 həllini taparıq. X 25 olanda da y bərabərdir plus minus 10. Məsələnin digər iki həllidir. Bu a-nın 3-ə bölünmədiyi haldır. Bəs yaxşı, araşdıraq görək, a 3-ə bölünsə məsələnin həlli varmı? Əgər a 3-ə bölünürsə, mən göstərəcəm ki, əslində a 9-a bölünməlidir. Onda 3 bölür a-nı, buradan çıxır ki, a-nın yerinə 3k yazsam, sol tərəfdə alınacaq ki, 27k vurulsun, k kvadrat üstü gəl 1 bərabərdir y kvadrat. İndi mən burada nə deyirəm? Sol tərəf 27-yə bölünürsə, sağ tərəf ən az 81-ə bölünməlidir. Niyə? Sol tərəf 3-ə bölünür, deməli y 3-ə bölünür, yəni içində 3 var. Amma bir dənə 3 bəs eləmir. Çünki sağ tərəf max 9-a bölünər, sol tərəf 27-yə bölünür. Deməli y ən az 3 üstü 2 formasında olmalıdır. Onda y 3 üstü 2 olanda sağ tərəf 81-ə bölünür deməkdir. Sağ tərəf 81-ə bölünürsə, deməli bu ifadə 3-ə bölünür deməkdir. Çünki 27-si buradadır, burası da 3-ə bölünməlidir. Onda bu ədədlərdən hansı 3-ə bölünə bilər? K kvadrat üstü gəl 1 heç vaxt 3-ə bölünmür. Çünki bir ədədin kvadratı ancaq 0, 1 mod 4, 3 verir. Onda məcburdur ki, k 3-ə bölünsün. Yəni 3 bölür k çıxar. Və biz buradan taparıq ki, əslində sol tərəf 27-yə bölünür deyə k da 3-ə bölünməlidir ki, sağ tərəf 81-ə bölünsün. Yəni əslində a 9-a bölünürmüş. O zaman məsələnin a bərabər 9k kimi həll eləməyə davam edək. A-nın yerinə 9k qoyanda sol tərəfdə alınacaq 81k vurulsun 9k plus 1 bərabərdir y kvadrat. Onda y 9-a bölünürsə, y-in yerinə də yazıram 9y0. Burada alınacaq 81 y0-ın kvadratı. 81'ləri ixtisar edirəm. Solda qalır k vurulsun 9k plus 1 bərabərdir y0-ın kvadratı. Və burada maraqlı bir şey yaranır. K ilə 9k plus 1 qarşılıqlı sadədir. Çünki bu k'ya bölünür. Bu k'nın heç bir şeyinə bölünmür. Çünki üstə gəl 1 var. Əbobdan da tapa bilərsiniz ki, qarşılıqlı sadədirlər. Əgər qarşılıqlı sadədirlərsə, onda buradan nəticə çıxır ki, k hansısa z kvadratdır. 9k plus 1 isə hansısa bir t kvadratdır. Amma k'nın yerinə z kvadrat qoyanda 9z kvadrat üstü gəl 1 t kvadratdır. Bunun bir dənə həlli var. Bu tam kvadratdır. Bir tam kvadrat üstünə 1 gələndə başqa bir tam kvadrat alınırsa, iki ardıcıl tam kvadrat hansılardır? Ancaq 0 və 1 üçün mümkündür. Yəni mən bunu məşhur bir fakt kimi deyirəm. Amma siz istəsəniz biri sağ tərəfə keçirib t çıx 1, t plus 1 edib isbatla edə bilərsiniz ki, başqa həlli yoxdur. Amma yenə də bir tam kvadratın üstünə başqa bir gələndə başqa bir tam kvadrat yaranırsa, siz buradan ancaq və ancaq
0 və 1 halını taparsınız. Amma 0 halını biz bayaqları trivial həll kimi qeyd eləmişdik ki, bəli, 0 və 9 ola bilməz. Başda. Onda belə çıxır ki, bu məsələnin ancaq 0 olan həlli var. Həmin həlli də biz çoxdan araşdırmışıq. Deməli, məsələnin başqa həlli yoxdur. Yeganə həllər bunlar idi. Bunları da tapdıq. 25, y plus 10 minus 10 hər ikisi qeyd olunmalıdır. x9 və x0 olanda da y0 məsələnin 4 dənə həlli olar. Keçək yuxarı yaş qrupu suallarının həllərinə. Yuxarı yaş qrupundan biz artıq 2 və 3-cü sualları elədik. Ancaq 1, 4 və 5-ci sualların izahlarına baxacağıq. Birinci sual çox maraqlı sualdır. Bu 2011-ci il Rufosunda da düşübdü. Daha sonra 2019-da da 8 il sonra salınıbdı. Bu tənliyə baxanda bir çox şagirdin artıq fərqinə vardığı kimi bu bir həndəsə məsələsinə çox oxşuyur. Yəni bu ifadəni biz görəndə belə ifadələri çox vaxt oxşadırıq kosinuslar teoreminə. Necə? Gəlin ki, nə xətt çəkim? Bu xəttlərdən biri olsun A, biri də olsun x bölünsün kök 3. Niyə? Çünki bu xətt əslində mənim kosinuslar teoremindən çıxan nəticəmdir. Bu xəttin uzunluğu. Əgər buranı da 30 dərəcə götürsəniz, mən göstərəcəm ki, həqiqətən də bu doğrudur. Bu xəttin uzunluğu bərabərdir a kvadrat üstə gəlinsin x kvadrat böl 3 kosinuslar teoremi tətbiq ediləm. Çıxılsın 2a vurulsun x kök 3 x böl kök 3 vurulsun kosinus 30 o da bərabər nəyə? Kök 3 böl 2-yə. Və kök 3 böl 2-də də kök 3 ilə kök 3, 2 ilə 2 ixtisar gedəndə bu ifadə bu tərəfin kvadratına bərabər olur. Kökün altına alsam əslində soldakı ifadədir. Həqiqətən də doğrudur ki, A və x kök 3 arasında 30 dərəcəli bucaq yarananda qarşı tərəfin uzunluğu bu ifadəyə bərabərdir. Oxşar məntiqlə siz göstərə bilərsiniz ki, belə bir dənə B xətti də çəksəm və bunu uzatsam. Bura bir B xətti deyirəm, amma bunlar bir düz xətt üzərindədirmi hələ bilmirəm. Sadəcə uzadıram və çəkirəm. B, x kök 3 və burada 30 dərəcə olsa, həqiqətən də oxşar məntiqlə bu xəttin uzunluğu kök altında x kvadrat bölü 3 bx üstəgəl b kvadrat olar. Yəni bu fiqur doğrudur bu sol tərəf üçün. Yəni bu xəttin uzunluğu doğrudur, bu xəttin uzunluğu doğrudur. 30 x kök 3 a və b-dən asılı olaraq. Bəs yaxşı, bu iki xəttin uzunluğu həqiqətən üçüncüyə bərabərdirmi? Yəni bunun uzunluğu a kvadrat çıx ab üstəgəl b kvadratın kök altısıdırmı? Əslində o da doğrudur. Çünki bu bucaq 60 dərəcədir. Bu xəttin uzunluğu olacaq kök altında a kvadrat üstəgəl b kvadrat kosinuslar teoremi ilə çıxılsın 2ab kosinus 60 kosinus 60 da 2-də 1-ə bərabərdir. Həqiqətən də bu ifadə də buna bərabər olmuş oldu. Deməli bu tənlik bu fiquru ödəyir hər 3 cəhət üçündə. İndi bəs bizə maraqlıdır ki, AB yan tərəfli və 30-30 dərəcə bölən tənböləni olan üçbucağın tənböləninin uzunluğu haqqında nə deyə bilərik AB-dən asılı? Bunu tətbiq edəcəyik necə? Tənbölən teoremi ilə. Tənbölən teoremi nə deyir? A-nın B-yə nisbəti bərabərdir bu xəttdən nisbətinə. Amma həmin xəttlərdə zaten bu kökaltı ilə bu kökaltı ifadədir. Onun əvəzinə mən bunu yüksəldirəm. A kvadrat B kvadratın nisbəti bərabərdir. Bu xəttin kvadratı bölünsün bu xəttin kvadratı. Həmin xəttlər də bizə verilib. X kvadrat böl 3 çıxılsın AX üstəgəl A kvadrat bölünsün X kvadrat bölünsün 3 çıxılsın BX üstəgəlinsin B kvadrat. Məxrəc surəti 3-ə vurandan sonra bu ifadə əslində bərabər olur. X kvadrat çıx 3ax üstəgəl 3a kvadrat bölünsün x kvadrat çıxılsın 3bx üstəgəl 3b kvadrat. Daha sonra çarpaz vururam. Yəni bu tərəflə bu tərəfi, bu tərəflə də bu tərəfi çarpaz vururam. Solda alınır a kvadrat x kvadrat çıxılsın 3 a kvadrat bx üstə gəlinsin 3a kvadrat b kvadrat
Sağ tərəfdə isə alınır b kvadrat x kvadrat çıxılsın 3b kvadrat ax üstə gəlinsin 3a kvadrat b kvadrat. Oxşar cəhətləri ixtisar islah edirəm. Daha sonra x kvadrat b kvadrat atıram sola, alınır. X kvadratda a çıx b və a plus b-ni yazıram. Bərabərdir. Bu ifadəni isə sağ tərəfə atıram. İxtisar eləməklə gedəcəm mənə, çünki daha xoşdur bu. 3abx vurulsun a çıx b. Tamam. Birinci danışa bilərik ki, x0 olmaq zorunda deyil. Yəni, x0 olsa zaten, yəni x0 olmadığından razıyıq. Çünki bu fiqur ödənibdir. Belə bir düz xəttimiz var. x0 olmayacaq. x0 olmasa, istəsəz x0 halına da baxa bilərsiniz. Qalacaq nə? X-ları ixtisar edə bilərəm. Məsələdə bir də verilib ki, AB hər hansı müsbət ədədlərdir. Yəni, hər hansıdır deyə istənilən A ilə B üçün ödənir. İstəsəniz, A bərabərdir B halına da ayrıca baxa bilərsiniz ki, bu bərabərlik doğrudurmu? Bəli, A bərabərdir B olanda X tapa bilərsiniz A-dan asılı. Amma mən o hallara baxmayacağam. Deyəcəm ki, ümumi olaraq A çıx B ilə A çıx B ixtisar gedir, çünki sıfırdan fərqlidirlər. X ilə də X gedir, sıfırdan fərqlidirlər. Bunlara kənar hal kimi baxa bilərsiniz olimpiyada vaxtında. Və hər ikisində də doğru alınacaq. Burada alınacaq X A plus B-yi də sağa göndərəndə x bərabərdir 3AB bölünsün A plus B bizim axtardığımız tənliyin həllidir. Çünki tənlikdə biz A ilə B verilibdir, x-i tapmalıyıq. Həqiqətən A bərabərdir B halına baxsanız, məsələ yenə də yerinə qoyub tapa bilərsiniz ki, A bərabərdir B olanda x bərabərdir 3A bölünsün 2 tapılar. Və yaxud da x-in 0 olduğu hala da maraqlı gəlsə, baxa bilərsiniz ki, görən nə baş verir. Amma bu məsələnin həlli budur. X da 3AB bölünsün A plus B tapılmış olar. Maraqlı məsələ idi. Gəlin keçək növbəti suala. Çox maraqlı məsələlərdən biri də budur. Bu, əvvəlki illərdə 2012-də düşmüş RUFO final sualıdır. Təzədən 2019-da salıblar. Hər üç səpə nöqtəsinin koordinatları tam ədəd olan müstəvidə və 3 ölçülü fəza Descartes koordinat sistemində yerləşən bərabər tərəfli üçbucaq mövcuddurmu? Bu sualın ən asan olan variantı ya A ilə B-dən asan olan variantı B variantıdır. Çünki sualın cavabı B variantı üçün mövcuddur. B variantı üçün sualın cavabı 1 0 0 0 1 0 və 0 0 1 adlı üçbucaq sizin bərabər tərəfli üçbucağınız olar və şərti ödəyər. Bunu konstruksiya etmək asandır. Məsələnin ən vaxt aparan hissəsi müstəvidə bu üçbucağın qurulmadığını göstərməkdir. İndi bir şeydən danışaq. Müstəvidə deyə bu şərti ödəyən bir üçbucaq var, belə göydədir. Bu göydəki üçbucağı gətirə bilərik koordinat mərkəzinə. Çünki əgər bunun təpə nöqtələri tam ədədlərdirsə, təpə nöqtələrindən tam ədəd çıxıb sürüşdürə bilərəm nəyə? Bu tərəfə, bu formaya gətirə bilərəm. Bundan ümid edirəm ki, razısınız. Çünki sola, sağa, aşağı sürüşdürəndə bir üçbucağın koordinatları dəyişmir. Daha dəyişir, amma onun tərəflərinin uzunluqları dəyişmir. Və təpə koordinatlarda tam ədədlər qalacaq o məntiqlə. Yəni bu tam ədəddirsə, bu təpə nöqtəsini bura gətirəndə tam ədəd olmalıdır. O zaman mən məsələni təpə nöqtəsinin biri koordinat şəbəkəsinin mərkəzində olan bir üçbucaq kimi qura bilərəm. Yəni mənim üçbucağımın təpə nöqtəsinin biri buradadır, biri buradadır, biri də buradadır. Mənə maraqlıdır ki, bu üçbucaq bərabər tərəflidirmi və koordinatlar tam ədədlərdirmi? Buna x1 deyəkmi? Gəlin buna x1, x2, y1 deyək. Buna da x2, y2 deyək. Tamam. Buranın 60 dərəcə olduğunu bilirik. Burada bir dənə qamma deyək. Tamam. İndi bizə maraqlı olan bu təpə koordinatlarının tam ədəd olmağını necə istifadə edəcəyimizdir. Çox maraqlı bir həlli var bu sualın. Tangenslə. İndi siz fikir versəniz, əgər mən bu xətti yendirsəm, bu 90 dərəcəli üçbucaq yaranır. Mən tangens qamma haqqında məlumatım var. Bu onsuz da tam ədəddir, çünki koordinat tam ədəddir. Bu da tam ədəddir, çünki x2 də tam ədəddir, burada y2-dir.
Onda razısınız ki tangens qamma nədir? Tangens qamma rasionaldır. Gözəl. Oxşar məntiqlə razısınız ki, bu bucaq üçündə tangens 60 plus qammada nədir? Rasionaldır. Oxşar məntiqdə. O zaman mən bunun açılış düsturunu tətbiq edib bu tangens qammanın rasional olmağını istifadə edəcəm. Deməli, tangens 60 üstə gəl qamma bərabər nəyə? İndi biz burada tangens qammaya bir dənə nə deyək? K deyək və K ilə işarələsək bu ifadə nə olacaq? Bu da köküçdür. Köküç üstə gəlinsin K bölünsün 1 çıxılsın. Biz bunu qoşmasına vursaq, aşağını qoşmasına vursaq alınacaq nə? Köküç üstə gəl K vurulsun 1 üstə gəlinsin K köküç. Məxrəci irrasionallıqdan azad edirik. Aşağıda alınacaq nə? 1 çıxılsın 3K kvadrat. Yuxarıdakı ifadəni də sadələşdirsək görərik ki 1 çıxılsın 3K kvadratda yuxarıda alınacaq. Deməli 3K üstə gəl K 4K üstə gəl kök 3 və üstə gəlinsin K kvadrat kök 3 və yaxud da K kvadrat üstə gəl 1 alınacaq. Bu bizim ifadəmizdir. İndi bu ifadə deyir ki, tangens 60 plus qamma rasionaldır. K rasionaldır. Amma məsələnin içində kök 3 var. Bu necə mümkün ola bilər? Yəni, əslində baxanda bu rasional ədədsə, məsələn, buna bir dənə T desək və bu 1-3K-nı sola keçirsəm, T vurulsun 1 çıxılsın 3K kvadrat bərabərdir 4K plus K kvadrat plus 1 vurulsun kök 3. Bu rasional ədəddir, bu rasional ədəddir, bu da rasional ədəddir, bu kök 3-dür, irrasional ədəddir. Bu bərabərlik doğru ola bilməz və biz deyə bilmirik ki, bəlkə bu 0 olar. Bu da 0 ola bilməyəcəyindən məcburdur ki, sağ tərəfdə kök 3 var olsun. Amma sol tərəfdə isə həmin irrasionallığı yaratmaq mümkün deyil. Məhz bu səbəbdən biz deyirik ki, bu məsələnin həlli yoxdur. Yəni, müstəvidə bərabər tərəfli üçbucaq qura bilmərik. Biz burada sadəcə koordinatların tam koordinatlar olduğunu istifadə elədik. Heç bərabər tərəfli olmağı çox da ehtiyacımız olmadı. 60 dərəcəli təpə bucağı bizə kifayət elədi ki, bu üçbucağı qurmağın mümkün olmadığını isbat eləyək. Keçək növbəti və son sualımıza. Son sualımız bir bərabərsizlik sualıdır. Bu da xarici mənbələrdən götürülmüş bir bərabərsizlikdir. Bəlkə də rast gəlmiş olarsınız. Bu bərabərsizliyi isbat edəndən sonra dəqiq bərabərlik halını aydınlaşdırın deyirlər. Birinci bir şeyi müzakirə eləmək istəyirəm ki, biz bərabərsizliyə ədədi orta-həndəsi orta tətbiq edəcəyik. Amma biz bərabərlik halını bilmədən necə bərabərsizlik tətbiq edəcəyimizi bilə bilmərik. Məsələn, A üstü gəl B-yə ədədi orta-həndəsi orta tətbiq edildiksə, məcburuq ki, bilək ki, A ilə B bərabər ola bilirlər. Yəni, bərabərlik halı budur. Siz bu məsələnin birinci bərabərlik halını yoxlasanız, görərsiniz ki, A, B və C olanda ödənmir. Yəni, bərabərlik halı sizin fikirləşdiyiniz kimi A, B, C bərabər olanda doğru deyil. Bu məsələnin bərabərlik halını biraz araşdırsanız, A, B və 2C-yə bərabər olanda bərabərlik halının ödəndiyini görə bilərsiniz. İndi bu faktı mən fikrimdə tutub, ədədi orta-həndəsi orta bərabərsizliklərimi eləyəcəm. A plus B plus C-ni sola atıram. A plus B plus C və bu ifadəni də açıram. Böyük bərabərdir 100 ABC-ni ispat eləməliyik. Siz burada rahatlıqla görürsünüz ki, buradakı ədədlər toplanandır. Toplananlar necəsə ABC-dən böyükdür, yəni hasildən. Yəni ədədi orta-həndəsi orta olduğu bəllidir. İxtisarları eləyək. Mötərizənin hamısı cüt ədəddir. Hamısını 2-yə ixtisar eləyəndə sol və sağ tərəfi burada alınacaq A kvadrat. Prosta mən burada bir dənə səhv eləmişəm. Burada 2AB gəlməli idi. Həmin 2AB bunun üstünə gələndə 4AB alınır. Bu da 2-yə bölünəndə 2AB alınır. Üzr sayın. A, B, C kvadratlardan qurtuluram. Dedim bərabərlik halı A 2C-yə bərabər olandadır. Oxşar məntiqlə A kvadratla 4C kvadrata mən ədədi orta, həndəsi orta tətbiq edə bilərəm. Üstə gəlinsin B kvadratla 4C kvadrata da tətbiq edə bilərəm. Tətbiq eləsəm
bu ifadə böyük bərabərdir 4AC tapılar. Bu ifadə böyük bərabərdir 4BC tapılar. Tamam. 4AC ilə 4AC 8AC, 4BC ilə 4BC 8BC alınar. 2AB'miz də var. Bir də bəyə ixtisar elədim 50 alındı. Bir daha ixtisar eləyəcəm, bu səfər 25 alınacaq. Yerdə qalanı yazıram. Acaba böyük bərabərdirmi 25 ABC-dən? Rahatlıqla görə bilərsiniz ki, AB bərabərdir 2AC bərabərdir 2BC bizim bərabərlik halımızı ödədiyi üçün bunların arasında ədədi orta, həndəsi orta tətbiq edə bilərəm. Ayırıram bunu 5 yerə. AB üstə gəl 2AC, üstə gəl 2AC, üstə gəl 2BC, üstə gəl 2BC. Böyük bərabər nədən? Ədədi orta, həndəsi ortaya görə 5 vurulsun. 5-ci dərəcə kökün altında 16. A'ların sayına baxaq. A üstü 3, B üstü 3 və C üstü 4 alınacaq. Bu birinci tərəfdir. Bizim əlimizdə maraqlı olan 3 dənə ifadə var. Bunun bərabərlik halı isə 2-də 1 A, üstə gəl 2-də 1 A, üstə gəl 2-də 1 B, üstə gəl 2-də 1 B. Burada B-ni unutdum. Üstə gəl C-nin ədədi orta, həndəsi ortasında ödənir. Çünki bərabərlik halı C bərabərdir 2-də 1 A olanda ödənir. Böyük bərabərdir 5 vurulsun 5-ci dərəcədən kökün altında. 16-da 1 vurulsun A üstü 2, B üstü 2 və C. Deməli, bunu və bunu tətbiq eləsək və bir-birlərinə vursaq, sağ tərəfdə alınacaq neçə? 25 vurulsun 5-ci dərəcə kökün altında A üstü 5, B üstü 5, C üstü 5. Hansı ki bizim axtardığımız sağ tərəfə bərabər olmuş olar. Məsələn, bərabərlik halı A bərabərdir, B bərabərdir 2C olanda ödənir bütün tətbiq elədiyimiz ədədi orta, həndəsi orta bərabərsizliklərində. Maraqlı sual idi. Ümid edirəm videonu bəyənmişsinizdir. Gələn videomuzda görüşmək üzərə. Sağ olun.